Baş sponsor Hell Energy. Partnyor Kasap Döner. Tavır Stalin, emrinizi yerine getirdim. Hazinenizi Gürcistan Gori şehrinde, ata evinizde gizletmişim. Bu da onun açarı. Reis, türmeden 6 nəfər qaçıb. Ay, saxla! Mən səndən dövlət saxla! Ay, köməyini! Mən saxla dalan gedə! Arka qapılaş oturacağım. Duy! Ceyli bəy nə arrubat kalqotqası o yana tullanır, bu yana tullanır. Hər şeydə pırtlayıb çıxıb bayra. Ana bu nə zəfat o paltardı bəy gendirmiş. Savaşamın qarası olardı ha. Keçin, dava yiyin. Yakışıklı sana mənim üstümə. Nə deyirsən ha? Nə deyirsən? Buyur, ala! Amma sən ol bil ki, sən bana ata əvəzsən ha. Sən mı bacanarsan qılma qaç. Yəqin sən ata kimi südümə halal eləyirsən də. Halal olsun. Ay nə halal olsun? Ay mən sana süt verirəm, halallıq da vereyim. Bir qeyrətlər, əynimdə kalqotqa görüb mənə tamaq salırsan ha? Saxla! Adam var! Nə gözü? Deyirəm, bəlkə mən də mindirəsiz maşını. Hə bacı, gəl otur. Dalil! Prosto telefonla mən eləyirəm istifadə. Gizli nömrəni açmıram, açma deyir nə badə. Nəzarət altındadır hər səfər mənim telefonum. Qanımı itər məşğul olsa əgər mənim telefonum. Dəlidir mənim balam, dəli eləyib məni. Mənə kəsilib sənin balam, dəli eləyib məni. Dəlidir mənim balam, dəli eləyib məni. Mənə kəsilib sənin balam, dəli eləyib məni. Mənə kəsilib sənin balam. Dəli balamın dəlisiyəm. Can, dinmo şəcə gülü çıxar. Şəmi, Ay can. o gün olsun məni qucağıma alıb, Aha, bəy otağının qabağına aparasın. can. Nə gözəl arzular, nə gözəl arzular. Təzə gün. Səni o qədər dəlicəsinə, vəhşicəsinə sevirəm ki, heç o, nə bilim, həmin o vaxtı gözləməyə səbrim belə çatmır. İstəyirəm bu dəqiqə götürüm səni belə əlimə aparım. Şərbisin, Can. belin sərpər. Gəl da. Heç ara getmə, gəlirəm. Şəmişka, Ay bebeğim. can, təzə gül çıxıtım moy.
Toyumuz da günü gündən yaxınlaşır. Elə həyacanlıyam. Can. Elə bil ki, elə birinci dəfədir. Ты мой красава, çupa. Eşitirsən mi? Sana bir toy eləyəcəm ki, nəinki Azərbaycana, bütün dünya toydan danışacaq ki, bu nə toydur belə, bunu nətər təşkil ediblər, bu nə qədər pul buraxıblar bu toya ki, bütün dünya, bütün internet o toydan danışır. Elə sənin o padruqaların var, bizim aramızı vurmaq istəyən o qocalar. Onların acığına belinə qırmızı lentişka da bağlayacağım. İnanmırsan bana? Eləyənəm ha, mən dediyimi eləyənəm. Buyurun, xoş gəlmisiniz. Salam eləyəcəm. Xanım, gəlmişik salonunuza, bu gəlinlik paltarları ilə maraqlanırdıq. İstəyirəm ki, salonunuzda olan ən bahalı, ən ekskluzivli, daşdı, qaşdı, nə bilim, belə, yəni qıraqdan baxanda bilinsin ki, bu bahalı gəlinlikdir. Bax, belə bir gəlinlik axtarırdıq. Pullar üstündə. Göbeğim mənim, Ay can. aşkım Ay mənim, can. var. Yenə də xatırladıram xanım, ən bahalı, ən ekskluzivli, heç yerdə olmayan, özdə prakatsat da istəmirik, ya alırıq, yəni birbaşa alırıq. Belə biraz yekəxanalıq çıxmasın, mən istəyirəm ki, bizim o gəlinimiz haqqında bütün dünya danışsın ki, bu gəlinlik paltarını bunları hardan alıblar, hardan zakaz ediblər. Yaxşı, bax elə bir şey olsun. Hana yaşamı? O düşəmdim. Ay, buna bax, ha, buna. Bu ola bilər, hansı ola bilər, mən dəqiq bilmirəm, gedib indi gətirib. Müəllim, ən bahalı gəlinlikimiz budur. Amma yaxşılardı ki, xanımın özü gəlib giyinib baxardı. Çünki ən azından nə qədər olmasa nənənizlə gələcək xanımınızın zövqü eyni olmaya bilər. Şəmi, məni kömək elə bir qaldır. Az, qoca kəftar. Mənə deyirsən, nənə? Hə? Toydur, gəlin mənəm. Gəl sən də geyin minilübqa, mən də geyinim. Çıxaq Targovliya. Görək cəmaət sənə baxır, yoxsa mənə? Hə? Yaxşı. Mənim bədəndə bir dənə selkor yoxdur. Yaxşı. Başa düşdün məni? Təzəgül, yaxşı da yaxşı. Bax, hirslənəcəksən, indi davlə ilə qalxacaq, yenə vuracaq kəllə çarxa. Get ondan sonra geyin o gəlinliyi görə elə nətər yaraşır sənə, get. Get, apar. O abırısından da, hə, yaxşı. Əzi belə kəsmiş işte. Hə, zəngili. Hə, gözlə yığıram. Hə, sən burada nə qalırsan? Nə qalacam, Şəmi, nə qalacam? Səni gözləyirəm. Yavaş danış da şoşu, yavaş Bu nə danış. də? Başa düşdüm, ha kişi. Dedin ki, borclarımız adı örtür, başa düşdük. Əyin başını dəyişdirdin, başa düşdük. Bu nə də? Gətirmişsən, gəlinlik, evlənirsiniz. Hə, yaxşı da, yaxşı. Qasırımıza yaraşmaz, Hə, bizim kişi sənə. Adım var, sənin var. Yaxşı da, şoşu, yaxşı. Mənim təzəggülə qarşı fikrim ciddidir. Biz evlənirik, bəli. Konkret qərarımı vermişəm, biz evlənirik. İndi qismət olarsa, indi oğul qız sahibi də olacaq gələcəyə. Bilmək olmaz, hə yaxşı. Kimlə, hə? Təzəgüllə? Bəli, təzəgüllə. Ay, təzəgül qurmuş 80 yaşında şaftal ağacı da. Harda görmüş ki, şaftal ağacı bar versin, ay Şəmi. Şoşu, xahiş edirəm, təzəgül haqqında danışanda sözlərinə diqqət elə. Təzəgül indi çiçək açan, bar verən bir güldür, gül. Ağac deyil, başa düşdün? O vaxt indi ola bilər. Mən də sənə demişəm ki, indi quş buraxmışam ki, şoşu, mən təzəgüllə vaxt keçirirəm, cavanlıq eləyirəm və s. Amma bugünkü gündə mənim təzəgüllə fikrim ciddidir, biz evlənirik. Ay, Şəmi, səni tanımaq olmur, ay kişi. Ay, nə olub ay sana? Nə olub mənə? Mən saf sevgimi, məhəbbətini tapmışam. Ay, kişi sana nə söyləyiblər? Yaxşı. Şəmi, sən belə döydün, ay kişi. Danışma, şoşu. Ay, qurumuşsun, nəyin alırsan? Şoşu, sana dedim ki, Sənsən. o qurumuş mənim sevdiyim insandır. Bozu, nəfəs al. Nəfəs al. Bırak.
Bırak. Bırak. Bırak sen. Hə, gör nə deyirəm bozor. Sən belə elə. Bir termos çayı iç, qaynar. 1000 karusele başla fırlanmağa. Gör sən şəkərin 400-dən 130-a düşür ya düşmür. Getdin. Ay doktor Qılman. Nədir o? Çay içib, karseldə fırlanmaqla şəkər düşər. Gördün? Gələ. Gələ mı? Gələ mənim xələtimi də giyin. Sən deyən burada mən gedim fırlanam. Yox, gəl də. Elə bir şey bu sənin əyninə olar. Onda qulaq as da. Adi bir məntiqlə mı fikirləşmək lazımdır. Görmüsən ki, bu çayın içinə pəsok töküb qarışdırırsan ha. Pəsok nə olur? Yoxa çıxır. Bu da o kimi bir şeydir də bu. Getdin. Boze. 50 manat orada ağacın dibində qoyarsan kassaya. Öpürəm. Bir dəqiqə mənə bağışlayın. Buyur. Ölürəm bir gənc. Alo. Salam Şoşi, nətərdir? Ağcabədi deyəm. Bəli, parkda pasientlərimi qəbul edirəm. Yox, Şoşi, bu klinikada məndən diplom istəyirlər. Yox, mənim diplomum var. Mənim bibim mənim diplomumu qoyub lambarda oradan pul götürüb. İndi oya görə qalmışam yetim çəkim ortalarda. Gəl Ağcabədiyə, öpürəm. Şoşi, az boy ver, məndə no işləmir. No. Öpürəm. Ki, uzan, sən uzan. Sən harun da yırtıq, disk yırtığın 6 santı uzan. Belə, üzü qoyulu uzan. Uzan, ay sağ ol. Bir də nəfəs al. Semişka, bax gör, necədir mənim gəlinlik paltarı? Sən buna gəlinlik paltar deyirsən? Ha? Ay qız, buna da geyindiribsiz buna. Gəlinlik paltardır bu. Sinəsi açıq, qolu açıq, burası açıq. Biz belə danışmışdıq. Bax, ucaq eləyirsən ha sən. Şəmi, sən dedin axı, sən geyinməyə qatışmayacaqsan mən. Mən onu Bodrumda demişdim. Sən o qızılı kupalniki geyinəndə. Mən demədim ki, gəlib Bakıda sən belə geyinlər geyinəsən. Sən bilirsən ki, mənim başım belə şeylər götürmür. Belə. Nəysə, mən maşında gözləyirəm, tez başqa bir də 1000 dənə burada gəlinlik paltarları var. Dəyiş neyliyin, mən maşında oturmuşam. İstəndirir mən. Ay qız, sənlə bunu böyük aparacam. Mən özüm bilirəm, Şəmini gecə necə yola gətirəcəm. Kolum kanadım Ağcabədi, arzum diyarım Ağcabədi. Ey mənim ana diyarım Ağcabədi, ay Ağcabədi. Sevirəm sən. Gələ, 9-cu mahnıyı da qutardım, bu şoşu gəlib çıxmadı. Mənim abedimin də vaxtından keçib, mən nə qayırım. Özü həkim mənə tapşırıb, mənə dönə-dönə deyib ki, yeməyi gecikdirmə, sən dərman atırsan. Yəni görüm, dünən Rafailin toyundan nəsə götürmüşdüm mən özüm üçün yeməyə. Bax, stoliçni salat. Buyur. Gələ. Mığın da mayonesin salfetka çəkib canına hədiyə oxşayır. Mən mığın ətər yiyim. Buyur. Ne yaxşı yeydi bu deyəm. Alo. Bəli, salam melekim. Elmlər namizədi professor uzman Qılman hocadır. Bəli, nətərdir? Harun ağrıyır? Sağ böyrəyin? Bu yan. Sən hardasan indi? Aptekdə. Ver telefonu apteska qıza. Apteska qıza ver. Salam bazı, nətərsiz? Bazı, o qardaş mənə deyir, böyrəyi ağrıyır. O nə vermək olar, nə yazmaq, nə məsləhət görsün, atsın. Hə. Dərman vermişsiniz, kəsmir. Mən 10 keçən dəfə böyrəyinə mən o tetraskilin verdim, o da kəsmir. Hə, bir şey verin də o, xahiş edirəm. Nəsə eləyir. Ver müəllimə. Qardaş, mən sənə tapşırdım orada. Nə lazımdır sənə qulluq eləyəcəklər. Mən də öpürəm. Nə qulluq eləyə bilərsən? Nə üçün 5 manatlıq konservör mənə bəsdir? 1000 dərəkət. Öpürəm. Şoşu gəldi.
Bu, şoşi. Bu nətərdir. Sənə qurban olaram. Bax. Maba Range Rover'di bu. Cipti, yatdı bu. Yetər. Sənə qurban. Gəl çıx da. Öldüm də mən peşkom bir yerdən. Nətərdir? Nədir o? Bu şəmi aç. Nə olub? Təzəgülü tapandan deyirdim indi cavanlıqdır da qoyuna qarır qayırsın özü bilər. Buyur. Sən demə ay kişi bu bundan evlənir. Bu gediblər gəlinlik paltar almağa. Buyur. Şoşu qulaq as. Bəlkə nəsə oyan bir yan olub qardaşları gəlib şəmin üstünə. Ay kişi qardaşları çoxdan rəhmətə gedib torpaqda da çürüyübdülər. Qoca arvaddır 90 yaşı var. Buyur. Dedim indi sən psixoloq adamsan da. Bəli. Gedək bu şəmiyə bir dənə bax, dildən, ağızdan, zatdan bəlkə onu yola gətirə bildin. Bu nədən olar Şoşu? Nədən olar bu problem? Nə olar bu? Mən nə bilim. Bu şəmi təzəgülün biraz pulu var da. Bəli. Nə qədər işləmir, eləmir. Baxıram ki, elə bu puldan xərcləyir, şavaralıq eləyir. Bu cadu olar. Nə bilim vallah. Şoşi, bu cadu elə şeydir ki, tip bu dəqiqə cadunun qarşısında dizinə döyür. Sən cadu nələ cadu? Heç kim bilmir. Mən bilirəm. Burada Ağcabədidə bir dənə fala baxan arvad var. Arvad ya kişi bilmir, dəqiqləşdirməmişəm. Bu qardaş hər şeyi bilir. Ağcabədidən başqa kimi yolda nə qədər radar var ha. Hamısını yerin bilir. Doğrudan deyirsən. Sən canı tut, baxan kim bilir. Sonra şey yaparım onun yanına. Gör nə deyirəm. Otur maşına getdik. Getdik. Bir dəqiqə. Nə? Evdən arvad zəncəli tut götürmə. Dağayla. Götürmə deyən götürmə. Ayşə. Vay. Ay. Tez kömək elə mənə. Kömək elə götürmə. Nəyə götür? Gəl bu palazları tut tez. Bu ya. Ala bunu da tut tez. Sən öydən belə qorxursun. Bunu belə tut tez. Ver bura, telefonu ver bura. Telefonu ver. Alo. Ömrüm. Mamam burada nəyə yatırdım. Yaxşı, qoydurum çörəkzad yiyim gəlirəm. Hepsi arvad idi. Qısqançdı. Sən də mənə kimi deyəsən ya yıxılmısan. Yox. Bu 7 dənə qardaşım bir dənə bacısıdır. Bu yanın ölsün. Biraz qısqançdı. Bir şey olan kimi qardaş 7 dənə yerdən zəng gəlir. Getdik. Otur maşına O getdik. döşəkdən bir iki dənə nəyə verir Şoşi? Nədən? Hərdən gedirəm mamam dilə. Hə döşəkdən. Qardaş, problem qalacaq. Qardaş, olmaz ev. Gündə reşotka yoxa çıxır, bura qəbirstanlıqdır, nə bilim, olmaz axı Biz də belə. gətirik şəkər burada. Düzəldirik, vururuq, boşluq yoxa çıxır. Gəlsin də. Gəldim. Nə olub? Nə oldu, olacaq, tələsməsən. Qəbrin üstünə gətirik, paxlava qoyuruq, şəkər bura qoyuruq, yoxa çıxır. Gününüz yoxa çıxır, gün orada yoxa çıxır. Ayıbdır, belə şey olur. Ayıbdır ki, sən bilirsən ki, mən səni neçə ildir tanıyıram. Yəni bizim aramızda belə söhbət olmayıb. Gör, mən sənə nə deyirəm. Sən qəbirə paxlavanı marketdən alırdın, yoxsa evdə bişirtdirirdin? Ki, nə marketi? Evdə pişən. Evdə pişən. Ev pişən. Paxlava sevən idi. Paxlava yəni düzdürəm. Ay sağ ol. Bu yazıq gecələr durur, görür paxlava. Yeyir, sonra gedir yerinə. Nə olur? Mən sənin üçün paxlava oğursa da, ayıbdır la. Elə deyirsən ki, gör mən indi paxlava oğurlayıram gecələyində. Mənim işim gücüm var. Tut çıx bayaq, tut. Ev yox, söhbət eləyərəm, söhbət belə qoyma. Ala necə istəyirsən söhbət edeyim. Eləyəyim söhbət, eləyəyim pişirim. Kini, sənin üçün ayıbdır ya, mənə belə söhbət edirsən. Paxlava belə gəldi, belə gəldi. Sənin nə Ayşe, problemin var, nə olur? Biz səni özü tanıyan oğlan kimi bilirik. Vilkayla qoymağa qoyma. Bu nə məsələdir? Reşotka, qəbirstanlıq, burada cəmaatın qəbri. Gündə oğurluq olur burada. O gündə məhəllə uşaqları var, orada söhbət olubdu. Səndən şübhə deyirlər ki, şirin eləyib bu söhbət. Bu iş şirinlikdir. İndi mən nətər başa düşüm, nətər eləyib? Belə iş olar. İnsanıq, çiğ süd əmmişik. Yəni ki, mən səndən nətər şübhələnmiyim? Daha indi 1-2-3 nəfərdə bu söhbət eləyib. Ala Samir, ayıbdır sənin üçün. Çiğ süd zad nədir la? Ala, mən doğulanda süd əmməmişəm ki, sonra böyüyəndə mənim başıma vurmasınlar ki, bu südlə böyüyür. Şirin, sən özə sözə aktivistsən də, elə? Ala, mən aktivistatam. İndi mən o qəbrə kamera yerləşdirəcəm. Ha. Tutulsan nətər olacaq? Ala, gör yerləşdir. Şirin, Gör, nə istəyirlər? hardasa, nəysə, nətərsə.
Sən orada bir dənə artıq hərəkatı görsən mən Ala necə istəsən söhbət eləməyin. Məndən arxamdan danışmayın, indi görərsən, nə olar, ev yoxdur, ev Sənə yoxdur. reşotka, paxlava. Ev yoxdur, nə olar, nə olar. Mən paxlava olsun ya. Neyimə lazımdır reşotka, meşotka? Neyini satan? Nə var, nə yox? Qulaq as, sənə kamera lazım idi ya, mənim nə olsa dinən. Ay sağ, məndə var. Hə, hadi o kamera oradandır, ay sağ. Gəl sabah qəbristanlığın yanına, çıxım yola verim onu sənə. Yavaş-yavaş ver, ala hər neçə deyil. Verərsən yavaş-yavaş, 30-30. Dava yatır, dava. Yenə nə yazırsan? Salam. Nə var, nə yox, halal? My dear friend Shoshu, how are you? Ne? How are you? Üstümüzdə danış, məzələnmədi, yaxşı, nə yazırsan? This is dissertation to Oxford, Cambridge. Mənlə məzələnirsən, 40 yaşım var, disertasiya yazırsan indi. Go out, shut up Shoshu, shut up. Shut up nədir, sən məzələnmə, hürsənlə öz dilimizdə danışmaq, olmadı ki. Drink it. Nə qaydım? Drink it. Oh my God, what is it? This is energy drink. Wow, this Yes. is very like it. Yes, very like it. Listen me. Yeah. To crack some weight on the bicycle plates, you go all the night. The big speckle night, from the distraction. Oh. Yes, we know what the bill is implying. Blue? Distraction. My El God. Pato Lubis and Brooklyn. Oh, say you there? You day. Oh, check please. Oh, thank you very much. Baş sponsor Hell Energy. Şəminin falına bu fəlakət baxacaq, Gör məni hara gətirsən sən. Bu fəlakət heç özü bilmir, hardan gəlib, hara çıxır, hara gedir. Bu nətər baxacaq, Şəminin falına? Şöyle sən özün savadlı adamsan. Bir dənə başını işlət fikirləş də, sən görmüsən ki, bir dənə elmlər namizədinə, bir dənə professora, bir dənə yaxşı vəzifədə işləyən adama vergi verilsin. Elə belə adamlara verilir də vergi. Şək eləmə, heç nə şək eləmə. O da düzsün. Gəl bura, gəl bura. Ay fəlakət. Nətərsə, gəlin oturun, gəlin oturun, oturun. Bu nədir? Çaydan çörəkdən, oturun. Fəlakət. Bizim Şəmiyə cadu eləyib. Lap yaxşı, lap yaxşı. Sən o fala baxa bilirsən sən? Baxıram, mən fala baxıram mən. Sən bir dənə fala bax görüm, bu təzəgül Şəmiyə nağarıb ki, Şəmi təzəgülü tapandan heç mənə salam da vermək istəmir. Doğrudan deyirsən, eşidirsən, köşü. Fala baxacağam, amma xahiş edirəm, mənə şəkk eləmə ha. Bax, sən belə genələ gəlsən, mənə şəkk eləmək olmaz ha. Qılma, eşidirsən? Nədir o? Bax, bu Kamil var idi ha, idmancı. Sən öl, mənə şəkk elədi. Götürdüm, Instagram'ın bağladım ha. Yəni mən elə oğlanam. Qılman, eşidirsən? Nədir o? Bu Obama var idi ha. Sən öl, mənə şəkk elədi, eşidirsən? İndi qalıb işsiz golf oynayır, golf. Bax, yəni mən elə adamam da. Hardasa, nəysən, nətərsən, nağaysan eləsən, mən bil ki, o Rüfət Axundov var ha. O mənə şəkk eləmişdi. Sən öl, indiyənə kimi zilə qalxamdır. Yəni mən elə oğlanam, mənə şəkk eləmir. Xahiş edirəm, mənə şəkk eləmir. Səfidir də bu səfidir. Yaxşı. Vergi bəlkə verilib, Cici danışma. Yaxşı. Sən belə elə. Bir dənə Şəminin falına baxma cavabını. Baxaram, amma şöşü, burada pahlanmaq lazımdır, pahlanmaq. Nağarmaq lazım. Pahlanmaq. Nə deyir? Yəni hamama gəldin, pahlanmalısan da burada. Ala, silmək lazımdır. Yox, pahlanmaq da. Mən o iki sözüm deyəmirəm ona görə. Niyə bax, bir ayaqları mən pahlanmışam. Ola bilsin ki, mənim biraz ayağımdan iyi gəlir. O da mən o maz çəkən adamam. O bir dənə maz var, o ki, müğənni adı ilə bağlı bir dənə ad var. Şeydana Tetraskilin. Yox, Tetraskilin yox. Elçin Hüseynov. Yox. Ala, Səfi deyəm də Elçin Hüseynov eləmaz yoxdur. Ala, şey var, müğənni var, bir dənə bu qaballa zadla oxuyur. Teymur əmi. Teymur iskipası çəkmişəm bir ayaqları. Qulaq as, eşitsən? Mən nə dedim onu eləyim. Mənə şəkk eləməyim, beynim çönür. Deyirəm ki, burada ağzəbədi suyu ilə pahlanmaq lazımdır da. Bu boyda hamamı nə etmişəm mən? Dur. Durun, pahlan nə burada? Dur, yaxalanak. Dur. Nəsə bilir ki. Tez eləyin, pahlanı gözləyirəm burada. Gəl, yana gəl. Pahlanma lazım. Alo. Hə, Məzahir, hə, eşidirəm. Ala, eşidirəm. Nə olub?
Atopun qəbirstanlıqda başdaşına uğrayıblar. Ana, olar bilməz, ana, sən nə danışırsın? Siz ona başdaşı al qoydurmuşdunuz, əməli bax. Hə. Ay məzahir, fikir eləmə. Qulaq as da mənə, gör sənin aton necə gözəl insan olub. Necə yaxşı insan olub ki, onun başdaşı qeybə çəkilir. Səbir elə, ala səbir elə, bir dənə dua oxuturacam. Səhər gəlib görürsən ki, oradadır. Narahat olma. Ala, narahat olma. Davay, davay. Ala, bunlar neyniyiblər, ala. Alo. Gör nə deyirəm, mənə bax, məzahir yığmışdı məni. Sən, ala, qulaq as da, aparın başdaşın qoyun atasının qəbrinin üstünə, hə? 2 gün keçsin, gəlsin görsün, orada 2 gün keçsin, bir dəfəli yoğurub satarıq da. Ala, mən nə deyim? Ora bura baxın, sağa sola baxın, görən ola. Aparın, hələ belə hindi aparın, davay, davay.Əcəb bir şey düşünmüşəm, ala, mən ala. Deyim, Tuttum səni, şəkəri bura ağrısı. Sən, deməli sən sənə şəkəri bura ağrıyan. Bütün günü qəbirlərin üstündən şəkər bura paxlava uğrayıb yeyirsən. Gəlirəm səhər şəkər bura var, axşam gəlirəm yoxdur. Elə yemək istəyirəm yoxdur. Acından ölürəm, sən şəkər bura yeyirsən. Ha? Sən şirin şəkər bura ağrısı. Şəkər bura ağrısı sən. Tapmışam səni. Ala, yaxşı, ala, eşitçisən. Ala, ayıb dala sağ üçün. Ala, atam mənə söz deyəndə mən onun qabağından yemirəm, cavabını verirəm. Mən belə oğala, mən durub qəbirstanlıqda şəkər bura uğrayacam. Sən, mən bilirəm şirin. Sən şəkər bura da uğrayırsan, başqa şeylər də eləyirsən. Bax, o şəkər buranı səhər mən qoymuşdum ora. Üstünə yazılıb rüşvət. Bax, çəkmişəm. Şirin əlində şəkər bura. Ala, alsın, rüşvət, çək də. Deyəcəm hamısını fotomontajdır. Mənə qorxudursan. Ala, əqsaqqal, ayıbdır, ala, sənin də mənim işin düşə bilər. Ölə bilərsən, gələ bilərsən. Mən heç vaxt ölməyəcəm, səndən qabaq ölməyəcəm mən şirin. Baxarsan, səni öldürəcəm, səni saytlarda biabır eləyəcəm. Bizim söhbətimiz hələ qurtarmadı, başqa işlər görəcəm. Ala, gəlsən, sən baxarsan. Çək də, göz çəkməklə nə olur ki? Fotomontajdır. Buna bax, mənə. Aha, gəlir, bax səslər. Hə, bu telefon zəng gedir, hara qoydum. Alo, fəlakətdir, kimdir? Hə, başdandır. Hə, buyur qardaş, fəlakətdir, eşidirəm. Hə, borca görə zəng vurmuşdur. Qardaş, qulaq asma. Mən bu banka nə qədər borcum var? 5000 manat. Aha, başa düşdüm. Sən indi hardasan? Başdasan, ay sağ ol. Eşidirsən, sən o bankdan gir seyfindən 5000 manat çıxart ver o banka, sonra mən sana verərəm. Hə. Nə vaxt verərəm? İndi aldım ki borcu, bir dayanlara bir ay keçdim, 2 ay keçdim verəcəm. İstəyirsən elə səni məhkəməyə verim, süründürüm mən. Sən niyə mənlə maraqlanmırsan bu şey? Niyə zəh vurub soruşmursan ki, hardasan, nəysən, nətərsən, nağarsan? Niyə yığmırsan məni? Lap elə. Öpürəm, uşaqları öpərsən, davay. Sən nə? Çox şey. Bax, bax. Mən hələ bu yaşıma çatmışam, belə yuyunmamışdım sənin canın üçün. Bir dənə intihası, o mənə masaj eləyən dayı vardı ya. Onun əlinin içi yaman qabarı idi. Cırıb kürəyimin ortasını, sən canım. Bilmirəm kamaz şoför idi, niyə gəlib çıxıb bura işləyib. Biz bura masaj elətdirməyə gəlmişik, gic danışırsan, deyən görüm. Ay fəlakət. Mən yaxalanım və mən toyda kiməm. Bismillah. Sək eləmə, gəl görüm. Aya, girdik, paklandıq. həmişə İndi sən bir fala bax görüm, bu şəmini kim cad edib, nə qarıb, gedək onu tapaq. Sək eləmə, saat tapıram, gör də. Bismillah. Şöşür. Hə. Eşidirsən? Bu cadının yerin Qılman bilir xəbəri var. İndiyən mən onu şey eləyəcəm. Nədir o? Bu cadının şəmigil hara gizlədiblər? Mənə dəqiq denə. Denə görüm. Mən? Hə, sən bilirsən onun yerini. Mən cadının yerini bilsəydim, elə mən bu dəmir yolu texnikumu qutarıb həkimli ön işləyirdim. Elə gedib cadu axtaran işləyirdim. Xəstəsən, səfisənsə, nə deyəm? Sən semişkə yağından fala baxırsan, Hə, bu mənim üslubum da, başa düşdün. Görək gəlir. Aya, bunu kərə yağı elədən, semişkə yağı joqa verəcəksən. Mənə düşür də, nağarım, indi gözlə. Eşidirsən Qılman? İndi, bununla deyək şapalaq yaxşı gelir. Bir də get, sən mənə lühüm vurursan, indi mən neyniyim? Bir də gedirəm. Nədir? Mən zadını bu metodla çıxardıram da, döyə yedizdirirəm adamı. Bu elə. Məndən incimə, ona görə. Görüm, bir də gedir. Görüm, harada gizlətmişsən, Ay, bir cadı parkda, markda olardı. Məndən göt nöqtarım da bu. Sən onunla parkda. Dedak. Parkda gördün, dedim parkda. Malades, fəlakət. Nətər idi? Davay, gəlin əlimizi getdik parka. Mən bir də yaxalanım, tərbas deyim. Sən bilirmişsən. Bir də gedir. Sən Allah bağışlayın, bayaq səni vurdu, qurban olun. Fəlakət, gəlin getdik. Qurban olun, bağışla bayaq səni vurdu.
mən bu qəbri özüm rezerv eləmişəm ki, dost, tanış, qohum, əqrəbə ölü olanda, üzrü düşəndə bir dənə belə yaxşı yerdə onu bastırım. Sizə deyirəm ki, sizə deyirəm ki, sən demirsən ki, bax, daimi həkimlər 2 saat vaxt verir, 2 saat. Hindidən buron elə yervi, qardaşım. Əgər 2 saata gəlməsə, bu buron ləğv olunacaq. Yaz buron ölməsini, yaz, yadında saxla, 32-64. Hindən elə, buron elə indi. Yerində tutuldu. Bax budur. Maşenlik. Bax sizin yerinizi 4-5 nəfərə satır. Bir dənə qəbri 4-5 nəfərə satarlar. Keç gel bax gözündən gör. Bax qardaşlar, halal qazdırdığınız qəbirdi 5-6 nəfərə. Ha, Şirin, utanmırsan. Bu Novostroyka zatdı bəyan. Bir mənzili sən 5 nəfərə satasan. Bunun arvadı var, kişisi var. Üst-üstə nətər bastıracaqsın varı. Biz sənin sifətinə utanmaz. Bax bu adamdır. Onu eləyən budur. Ala bir dəqiqə deyən də ağsaqqalda, nə olub? Prosta ay qardaşlar, ölülər çoxdur, sıxlıqdır qəbirstanlıqda. Başa düşdün? Biz də keçmişik Novostroyka qəbir sisteminə. 5 mərtəbəli eləmişəm ki, ara buraxmışam da, yəni normal sıxlıq olmasın. Bax şəklini də qoymuşam üstünə, şəkilləri hamısı üstündədir. O əvvəllər xakkəşlər var idi. Belə eləyirdin doğuşan görsən idi, belə eləyirdin canavar. Sizin də ölünüzün şəklini qoyacağam. Bu yandan baxanda sən ölübü görəcəksən, o yandan baxanda sən ölübü görəcəksən. Yəni belə bir şərait var. Başın qarabdı Şirin, cəmaatın ölüsüz zərkəlli zatdır. Bu yandan baxanda belə, bu yandan baxanda belə. Üç deyil, Yalan danışır, bütün başınızı alladır. Bunu tutun döyək, qəbirstanlıqda döyək, çırpaq bunun kimi. Bax, sən, bu sən, bütün şəkillərin olacaq saytlarda. El aləmdə bir abr eləyəcəm səni Şirin. Bundan sonra səni qoymayacam iş görəsən. Qəbirləri 5 nəfərə satan adam. Harada görünüb bu? Belə haramçılıq heç yerdə yoxdur. Sənin sifətdə Şirin. Bir dəqiqə deyən, qurban olmuşsan, bir dənə bura. Gəlirəm üzr. Allah, saqqal, nə olub, nə özü əl qatmısan, danışmadıq əllələ işləyəcəyik. Hərdə da Yazlaşsan, əlləliyə verəcəm də. Bu başqa məsələ. Yaxşı, gələrəm, danışarıq. Biz birinlə bura gələcəyik. Gəl hələlik gedək, var bura nə gedək. Gəlib başqa qəbir tayın. Lazım deyil sən qəbrimizə. Ha, görmədin, əgər buron eləyirsən. Bir də Fəlakət. Yazıq da bunu Yox, mən metodum belədir, metodum. Hə, görüm. Harda gizlətmisən bu şəmini cadu eləyib, harda gizlətmisən? Deyiləm ha. Mən? Hə. Bir dəqiqə, sən bıraxdana qolunu. Mən metodum belədir. Lələca, mən bilmirəm harda basırım. Mən elə şey bilə bilsəm ha. Mən bir də qulaq asın. Mən heç xəstəyin qarnını yarmamış, mən bilə bilmirəm ki, onun böyrəyində daş var ya yoxdur. Mən nə deyim, rengin aparatı yadam, mən nə bilim nə harda bastırım. Bir dəqiqə deyər. Nədir o? Sən elə bayaq da belə deyirdin. Bir dənə şapalaq qoyan kimi açdın yerini dedin, bayaq yadındadır da, dedin taxta gizlətmişik. Nətər, bilirsənsə yerin deyirəm, mənim beynimi xarab eləmə. Mənim metodum belədir, metodum. Hara vurursun, bilmirəm. Sən canı üçün, lələca bilmirəm. Nətər bilmirsən? Bilərsən. Nədir o? Bura bax görüm Müslüman. Nə özünü gecə saat 3-də mini yufka geyinib çölə qızlar çıxan kimi naza qoymusan. Bilirsən də vurma, tava salma, nə vursan bunu? Nə vursan, yazıqdır. Nə vursan? Qılma. Bilirsən də namaz Vurma. Sən o ayaqqabını burnun kəsəcəm, soğacam boğazın yoluna. Mən nə bilim, git 15 metre get qabağa, dön sağa birincə qaç. Git bax. Mən deyirdim bilmirəm, beynimi xarab. Deyirəm. Mən elə şey bilə bilsən. Bak, Şirin. Şirin, ben bir şeyi başa düşə bilmirəm. Əgər biz bu qəbirstanlığı 50-50-yə işlədiriksə, gül kimi gedib oturardıq restoranların birində, at-satımızı eləyərdik, vurardıq, yerdik, içərdik, zadla da işimizi görərdik. Bilərdik ki, bizə hər ölüdən ölü yeri nə qədər pul qalır. Qal, bir dənə mənə qulaq asın, mənə də Şirin deyərlər. Sağa sola baxan adamam, sən nə danışsan ha? Mən bura səni ona görə gətirmişəm ki, kimin ağlına gələr ki, biz şahmat mərkəzində qəbirstanlığın açıq-uçuqunu edirik. Yandırmamaq üçün, yandırmama. Şirin, başın xarabdır. Sən 3-cü sinifdə 4 yazdığına görə rəsm kat məlbəsin sirkulla deşik eləyən adamsan. Sən şahmat bilirsən nədir? Heç bilirsən at nədir, ferz nədir? Sən sifətinə şahmat. Nə at, nə mat, ala. Mən istəsəydim 11-ci sinifə kimi oxuyardım. Özü sinif qom kimi. Mən özüm çıxdım ki, sonra deməsinlər ki, hansısa müəllim Şirini 30 durub qabağında ona dərs keçir. Başa düşdün? Mən ona görə. Bu nə deməkdir? Gizli şeylər danışsan, gəl at-sat bizə deyək. Hələ giz danışırsan. Qulaq as. Qulaq as. 50 buradan.
tərəfə gedə, Mən dedim də diyorlar, dedim də. Şöçü, davay, buraları qaz, buralarda neredesin? Qılman buradadır. Burada neredesin? Mən hardan bilimi, hardan deyək, mənə dediniz ki, ayardadır. Mən də döyülməmək üçün canımın dərdindən dilgin piyanlardadır. Bu hardan bilim mən? Fəlakət ala bunu tut. Qılman ala bunu tut. Qılman. Nədir o? Bayaqdan səni vurmaqdan əlim xamlayıbdı. Bəli. Ala bu lapatkanı başla buraları qazmağa. Davay. Mən? Sən. Yo, sən canı üçün mən bu eləyəmərəm Şoki. Bir dənə bu tut zəhmət olmasa. Mən ölüdən qorxan adamam. Birdən vuraram bu torpağa, oradan ölü çıxar. Mən nə qayraram? Sən canı üçün Allah ölənlər üzü rəhmət eləsin. Mən rəhmət ki, lələm dünyasını dəyişəndə, mən o evdə xırılya qoydum. Qaçdım ünsiyyətdə Kiyevdə istirahət eləməyə. Ölüdən qorxan adamam. Mən belə bir dəyə gəldim 40-ın səhəri 2 gün keçib o da paxmayın. Başa düşdüm. Qulaq as, Ema. İndi o dədən hələ də xırıldayır, yoxsa ölüb? Hələ deyirəm 42 gün sonra gəldim, 42 gün sonra gəldim. Başa düşdüm də. Başa düşdüm. Şöşü, qaz buralarda olacaq. Eşsət, bir daha bunu saxla söz. Nədir? Vay. Nədir o? Bu nədir? Buyur. Ay, cadı tapıldı. Tapılıb. Cadı tapıldı fəlakət. Tapılıb. Bu yanın ölsün, bu yanın ölsün. Qılman. Nədir o? Sən bunun yerini bilirdin, hə? Bilir də, bu bilir. Hardan bilirəm yerim? Mənə dediniz ki, hardadır? Mən dedim gedim qabağa baxın, bu yer. Qabağıma. Bir belə. Sən getdik. Gerek. Niyə mən tapmadım, niyə söz tapmadı? Sən tapdın. Niyə? Şirin, mənə bu qəbirstanlıq biznesində təzəyəm. Mənə oranın bütün şeylərin, dərmədəşiklərin, planların, biznesin necə qurmaq lazımdır, onları başa sal. Mənə qulaq as, saqqal. Hamı elə bilir ki, qulaq as. Qəbirstanlıqda bir dənə 2-nin biri torpaq satdım, pul ondadır. Day demirlər ki, ala qəbirstanlıqda pullar oynayır, pullar. Birini içsəm, satın ağalar. Ala, qəbrin altında zavodu bastırmaq 50 manat. Necədir? 50 manat. Ala, ölü torpağı götürmək, stəkanı 20 manat, 5 yoxla 100 manat. Ala, biznesdə. Çox gözəl, Şirin, sənin yaxşı başın var. Mən belə görürəm ki, biz şəriklə işləsək, çoxlu pullar qazanacaq. Neçə vaxtı mən gərək sənlə işləyəydim. Mənim də öz biznes planlarım var. Şirin, bax. Qəbirlərin zadın yanında. Bir daha görün, hə? Bu toxumlardan əkirik qəbirlərin böyrünə, qulluq eləyirik. Əkirik, becəririk, bitir. Sonra onu spitska xarıqqalarına doldurup satırıq cəmaata. Həm cəmaat şellənsin, həm də biz özümüz də darıqlayaq. Sabay. Ala, yox, sən nə danışsan, ala, yox, haram deyə bax, saqqal. Ala, gör ki, qəbirstanlığın hala ruzusu var. Yox, mən belə şeylə eləmərəm, ot, nə danışsan da sən? Yaxşı. Boxum, lazımdır. Yaxşı, onda oyna. Uduzdun, sən uduzdun. Oynaya bilmir. Ala, elə mat oldum, mat. Qılman. Nədir o? Ala bunu çək. Çək, Şəmiyə göstərim ki, cadu nətər olur. O vaxtı mənim nənəm də bu cadudan rəhmətə getdi. Arvad 120 yaşında top kimi çıxdı getdi. Mənə baxın Şoşi, nöhün elə getdi, heç nə yox etsə. Heç nə yox idi arvadın. Bircə dənə ürəyi plasmasdan idi. Bir də böyrəklərini çıxartmışdılar. Arvad 120 yaşında bax bu gördüyün cadudan rəhmətə getdi. Şoşi, deyən. Ay, caduya bax, kişi. Deyən görüm, Bu təzəgül mənə oxşuyur, fikir ver. Mən də deyirəm, Şəmi niyə bunu sevir? Şəmi İbn Günxoş, Təzəgül, Şərti, Binti Xosaxan. Şoşi, bu binti, hansı binti? Bu medisinski binti, yoxsa bu hansı binti? Ərəb dilindədir, nə medisinski binti? Ərəb dilini mən bilirəm, narahat olma. Mən 3 dənə dil bilirəm, bax, say, Qılman. Biri Azərbaycan dilidir, biri Türk dilidir, biri də bizim evdə bu kombi var ha. Onun dilini inansan məndən başqa bilən yoxdur. Bir də onu bilirəm, bir də ərəb dilini bilirəm. Çox 4 dənə bilirəm. Yaxşı, dənə fəlakət, yaxşı. Şoşi, bizdə bu Şirin, qəbirstanlığın müdürüdür. Aparaq onun yanına, o bilər də, mı də. Dənə düz deyir, aparaq o ərəb dilində bilər. Getdik, Eşdi sən yadıma düşdüyü ərəb dilini bilmirdim. Mənim bildiyim dil başqa dil. Oturun maşında, bunu telefon eləşdirib gəlirəm. Otur, bunu tərtib eləşdirib gəlirəm. Edir, sən sağlıqla, həmişə sən olasan, mövliddən əysiyyə olmayasan. Bu nə dala? Şirin, mən bir dənə şeyi başa düşə bilmirəm ki, biz niyə kanyakı çaynikdən içirik? Elə qoyaq kanyak butulkasını ortaya, şap içək, bir anar, ağzımıza gələn danışaq. Yox, saqqal, sən özün bilirsən ki, mən qəbirstanlığın müdürüyəm. Bəli, sən də müdür müavinisən. Bəli. Bizi hamı necə tanıyır? Çox halal insan kimi. Halal adam kimi, aysa. İndi sən deyirsən ki, biz bu kanyakı butulka qoyaq ortaqda içək. Ala, budur, çaynikdən içirik də. Biz deyirsən, özü mənə dur, yandırma ya. Yox, yandırma. Şirin,
Salam aleyküm saqqal. Şəmiyə qəbristanlıqda cadu eləyiblər. Gör burada nə yazılıb, ərəb dilindədir, heç nə başa düşəmirəm. Perevod öyle de mənə. Şundan yanıram, bundan nə edə bilsin? Ondan yox, başqa çay denəm. Çayın nə fərqi var saqqal? Bu niyə soyuqdur? Elə bu çaydan sərin buz kimi ciyarım. Burada fars dilində yazıblar. Bana cadu fars dilində olur. Fars dilində bilən şirin. Davay. Şərbət-ü vəslud zikri zəbi hicran. Vay vay. Çeşmi güryanım gül zibbuf. 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 Ay şaşır. Zibbuf. Zibbuf nə daxı? Ruxsarına ridi şeydaud əhlüluf. Bu nə daxı? Bu burada deyir ki. Ne üçün sevdin təzə gülü sən? Gördün? Bəli. Havalar da qızışır, get dəniz qırağında dincəlisən. Baxırsan normal oğlan kimisən. Ay sağ ol. Amma gəzəndə əmi qızı kimisən. Başışdın? Deyil, səsin də yox idi. Qalmışdın ortalıqda sən. Deski mini yupqa, çıxdı nəfillərə sən. Bahalı maşın, sağlıqva qismət. Sponsoru kimi tapdın sən. Amma nə deyim? Sənin tərcümədə, ver bura görmə, nə tərcümədə, şirin. Ana nə oldu bana? Özüm tərcümə etdirərəm. Sözümə şikanına soxum gedir, bu deyil, hər sözləndə imkan vermir. Buyurana bıraxsaq. Prim sen Fatma Şaşı, o cadını ben bastırmıştım. Başa düştün şirin, ben apardım kabristanlıkta bastırdım ki bu təzə günün ömrüne 2-3 gün bak kalıp ölsün geçsin. Birazdan ben sağımam pullarını şəmiden alınmadı. Gelip yer eşen kimi gelip çaramal tapıp onu kaymırlar. Yine ne yazırsan? Salam. Ne var ne yok halay? My dear friend Shoshu, how are you? Ne? How are you? Üstümüzde tanış mezelenmedi yaxşı ne yazırsan? This is dissertation. To Oxford, Cambridge. Mənlə mezelenirsən 40 yaşım var, disertasiya yazırsan indi. Go out, shut up Shoshu, shut up. Shut up nədir? Şən mözelenmə hürsənlə özümüzdə danışmalıyız. Olmadı ki. Drink it. Ne qaydım? Drink it. Oh my God! What is it? This is energy drink. Wow, this is yes. very like it. Yes, very like it. Listen me. Yeah. To crack some wiggle device or plates, you'll go all the night. The wicked crackle knife, Yes. from the distraction. Oh. Yes, we know what the build is compliance. Blue? Distraction. My El God. Fato Lubis and Brooklyn. Oh, say you there? You day. Oh, check please. Oh, thank you very much. Baş sponsor Hell Energy. Dostlarım evlenipdir, atam evde evlendi. Elə bir kız beğenmişəm ki yüreğimin parası. Mənə xoş həyat bəxşedir, odur gözümün qarası. Bizi tez qovuşturur, vaxt gelir emsinyə gedək. Taxat nişanı suyun, sonra dalayacam toyudək. Məni də evləndi, məni də evləndi, ata məni də evləndi. Dostlarım evlenipdir, ata məni də evləndi. Vay, eşidirsiniz? Özünüzü yandırmayın ha. Güya dəniz qırağına çıxmışıq, gəzirik bulvarda. Mən dənizin qırağına çatan kimi bu cadını tulluyuram suya. Всё. Köşü, eşidirsən? Hə. Bana bax, qabağa baxma söz deyirəm sən. Eşidirəm. Eşidirsən? Mənim kreativ ideyam var, kreativ ideyam. Deyirəm bu qılman yoxdur. Hə. Qılmanla oturum skameykada qucaqlaşıb, Hə. bu cəmaatın fikrini yayındırım da. Cəmaatın fikri yayınan kimi sən də tullan, ha, cavabını tullan. Ne? Qabağa bax, deyirəm qabağa bax. Ne? Kulak ası. Benim kaynanam burada security işləyir. Axrana. Ne görsə ki, mən oğlanla qucaqlaşmışam. Ne bilsən nələr deyər o bu. Sən minnətli olsun ki, hələ mən səninlə qucaqlaşıram. Demirəm ha öpüşək, deyirəm öpüşək. Beynimi xarab edir. Nə beynimi xarab edirsən? Ben seninle burada qucaqlaşamam. Nətər eləməli? Köçü. Köçü. Yanında. Sən də qoymayacam otursun ha məndən bir yerdə skameykada. Ay fəlakət, sən də bu yazığı qapası altı eləmisən, bəsdir də. Öpüşüyoruz, sporlaşmayın. Cadımı tulladım dənizə. İndi Şəmi ilə Təzəgül bir dənə qırğın eləsin ki, qan suyu evlə. Vur bura. Həla. Buyur. Aynene
biz sənə nətər eləyək, qaqa? Elgün, deməli, biz belə standart fotosessiya istəmirik də. Biz biraz belə müasir olsun, biraz belə savremenli olsun da. İndi biz sənə nətər eləyək? Təzəgül, elə bir səni qaldırıram göyə, tuturam, bax belə, qaldırıram, atıram, qaldırıram, atıram. Sən də göydə qışqırırsan ki, bax, ideyadır, bax. Sən də göydə qışqırırsan ki, subaylığa əlvida, subaylığa əlvida. Ha? Əllərinizi belə atırsın. Yox, Şəmi. Gəl ondan sən. Öpüşək şəkil. Ha, yox, öpüşən görür. Cahamat baxır, burada bulvardayıq, ayıbdır. Ha, düzgün şey olmadı ki. Yaxşı, çək. Şuşi, ağabey Şəmi ilə Təzəgül'e dodağa verib öpüşüb şəkil çəkdirirlər. Bir biabır olduq. Fəlakət. Budur sənin cavablaşmağın. Mən elə bilirdim, bu saatımı dənizə tuğlayan kimi, bunlar qırılacaqlar. Bu nə də, dodağa verib, yaxına şəkil çəkdirirlər. Bu nə fotosessiyada, ay fəlakət. Yəni, bir dəqiqə deyəndə söz tutdurdun məni. Qulaq as, bu cadı elə qutarmayıb baxır. O proses davam edir. Başa düşdün nətəri? Bəli. İndi eşitsən, Bəli. bu cadını bizə kim tapdı? Dediyin yerin kim tapdı? Mən dedim. Sağ ol, mən dedim. İndi söz eşitsən, bu mundarlamaq lazımdır ki, bu cadı həyata keçdi. Ay, nə? Sən mundarlamaq lazımdır. Sən başıq az səfi. Bu da o biyaqçı dönüb biyaqdan şapbaş vurub nə işin eləyirsiniz? Nə mındırlamaq? Düz deyil. Sən canı qılman. Davarıma tuturam qılmanı. Sən mundarla. Yaxşı? Tut. Getdim yala. Söyle kimsen, ya bizdensen, ya her kimsen, herkes gelsin, fikrim bildirsin, dostum dindirsin, bozbaşın tadını bilsin. Şəmi şaşıb bizniz açır, ziyan gəlir, xeyir qaçır, fəlakətin əməlindən gəlin görək kim baş açır. Xəstə gəlir, həkim bilir, bilmir əlac olsa qeyib, durman bizi duracaq, qaymarita raktı deyib. Nədir o? Ağsaqqalı yığışdırın, başın işlə qarışdırın, varsa məsləhətli gözəl, ağsaqqala çalışdırın. Diqqətli ol, adı şirin, bilənidir vornu mirin, şutqa mutqa heç hoşlamır, vilkaladı o gün